Jungle. Değerli, hörmətli YouTube izləyiciləri və TikTok səhifəmin izləyiciləri, sizlər üçün ödənişli elan vasitəsilə Vaz 2506 markalı avtomobilin çəkişini edəcəm. Amma özünə ideal maşın axtaranlar bu videoya diqqətlə baxsınlar. Maşınımızın toçka belə ya problemi, ya kraskaya ehtiyac olan yeri falan yoxdur. Məlumatları özüm qeyd edeyim. Deməli, maşınımızın ili 1990-cı il istehsalıdır. Motor 03 motordur, korobka 4'dür. Motor yağ yemir, korobka atmır, difrində zərrə qədər belə səsi yoxdur. Yenə də deyirəm, sahibində olarkən toçka vuruğu, udarı, rənglənən yeri yoxdur. Start qiymət 4500 manat deyilib. Təbii ki, real alıcıya maşının yanında endirim olunacaq. İndi isə çəkək, göstərək və sonunda da maşın sahibinin nömrəsini sizlər üçün qeyd edəcəm. Deməli, baxın, maşınımızın salonu səliqəli, bura bağlı. Açaq göstərək. Deməli, 3 dənə kalonkası var. Xatırladaq, orijinal kalonkalardır və burada mən baxmışam özüm, bura üzlənib. Çürükdən, pasdan söhbət gedə bilməz. Sürücü tərəfdən salon səliqəlidir. Və bu da maşınımızın mühərriki, akkumulatoru yenidir. Mühərrik yerdə 03 motordur. Gördünüz? Yəni kapot necə rahat bağlandı. Nömrə üstündə qalacaq. Yenə də qeyd edirəm, heç bir problemi yoxdur. Maşın sahibinin nömrəsi 050 648 92 27. Maşın sahibinin adı Ülvidir. Maşına göyçayda baxmaq mümkündür. Barter falan fikrin yoxdur da yox. Barter fikir falan yoxdur. Kreditdə salmaq mümkün değil. Yəni kreditlə satış mümkün değil. Ancaq nağd satışdır. 4500 manat start qiymətli, real alıcı təbii ki, maşının yanında endirim olunacaq. Sizə maraqlı olsa bu 06, bir daha nömrəni qeyd edirəm, 050 648 92 27 nömrəsinə zəng vuraraq bu 06 haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz.